Bugünün mövzusu isə həyatı yaşayarkən sadəcə izləmək deyil, eyni zamanda həyatı müşahidə etməkdir. Yəni biz bəzən bilmədən, fərqinə varmadan həyatı sadəcə izləyib keçirik. Heç bir məna, heç bir bizi nəyə görə izləndiyinə dair bir işarə, bir iz axtarmadan baş verən hadisələri öz zənnimizə əsasən, öz xarici düşüncələrimizi gəldiyimiz qənaətlərə əsasən analiz edirik və bir nəticəyə gəlməyə çalışırıq. Və deyirik ki, bu hadisə baş verdi, sadəcə baş verdi. Falan kəs pisdir, falan hadisə baş verdi. Bəs daha dərinə ensək, həyatı müşahidə etməyə başlasaq, əslində bizə nəyi aynalayır, bizi necə tətikləyir, bizi hansı duyğu və emosiyalar oyadır içərimizdə, ona axtarıb tapsaq, əslində həyatımızda baş verən fərqindəlik sayı artmaqla paralel həyatımızda transformasiya da sürətlənə bilər. İndi isə mən sizə bu müşahidəni yalnızca öz həyatımızda deyil, başqa sferalarda necə tətbiq edə bilərik, bu haqda danışmaq istəyirəm. Artıq bu haqda hamı danışır ki, insanlar bizim aynamızdır. İnsanlar bizim daxili durumumuzu bizə aynalayan, bizə göstərən, bizim içimizdə baş verən prosesləri xaricən bizə göstərən insanlardır. Biz bir insanı qınayırıq, biz insana yargılayırıq, yuxarıdan aşağı baxırıq və bir anda aydınlanma yaşayırıq ki, əslində bu da bizdə varmış. Bu aydınlanmanı isə sözün düzü hər adam yaşaya bilmir. Bunun üçün çox çətin bir idrak prosesi olmalı, çox çətin ağır bir prosesdən keçmək lazımdır ki, həqiqətən də insan öz egosunu sındırmalı, öz egosu ilə savaşmalıdır ki, qəbul etsin ki, bu insan həqiqətən də mənim aynamdır və mənim içimdə olan bəzi duyğuları mənə göstərir, mənim içimdə olan mənim kölgə tərəflərimi, mənim daxilimdə gizlənən duyğularımın proyeksiyasıdır bu insan və bu çox çətin və ağır bir idrakdır. Amma bu idraka gələndən sonra artıq qarşımızdakı insanda bir suç-günə axtarmağı buraxırıq və başlayırıq həyatımızın iplərini öz əlimizə almağa, yetişkin şuuruna gəlməyə, həyatımızın idarəsi artıq öz əlimizdə olandan sonra qarşımızdakı insan bizə necə rəftar edirsə, əslində istən-istə daxilən bizim özümüzə olan rəftarımızın bu olduğunun fərqinə varmağa və beləliklə də qarşımızda olan insanlarda, qarşımızda olan hadisələrdə, həyatımızda baş verilmiş proseslərdə nə qədər çox tətikləniriksə tətiklənərək, katarsis təbii ki olduqdan sonra, duyğu boşalmalarından sonra sakitləşirik və sakit zehinlə başlayaraq bu haqda düşünməyə. Və düşünürük ki, bu insan mənə nəyə görə bunu yaşatdı? Hansı duyğularımı oyatdı? Hansı kölgə tərəflərimi mənə göstərdi? Okey, bu hadisə baş verdisə, deməli mənim içimdə bunu yaşamağa bir ehtiyacım var və bunun səbəbini tapırıq. Tapdıqdan sonra artıq biz həqiqətən də öz həyatımızın yetişkin şuuru ilə öz əlimizə alırıq, idarəsi bizim əlimizə keçir və başlayırıq ki, qarşımızdakı insana qarşı bəslədiyimiz mənfi və ağır duyğulardan xilas olmağa. Mən demirəm ki, dünyadakı bütün insanlar bizim aynamızdır. Mən qəbul edirəm ki, dünyada pis insanlar var. Çox ağır duyğulara və emosiyalara, çox ağır kin, nifrət, qəzəb duyğusuna sahib olan insanlar var. Amma məsələ bilirsiniz nədir? Bu qarşımdakı insan mənə bunu edərkən mən hansı hiss və duyğular yaşayıram? Mən bunda niyə tətiklənirəm? Mən bunda hansı emosional olaraq bir baskı hiss edirəm. Bunu tapmalıyıq biz. Mənə nəyisə aynalayırsa, demək ki, mənim hələ də bu insana bir ehtiyacım var və ona olan ehtiyacım bitməyibdir. Həyatımdakı bu təkrar döngü bitməyibdir. Bu davamlı olaraq təkrar edəcək ki, harda ki, mənim artıq bu insana olan bütün ehtiyaclarım bitir, kəsilir və artıq yenidən bu insanı öz həyatımda yaratmağa, öz həyatımda müşahidə etməyə, izləməyə ehtiyacım qalmır. İndi isə mən sizə başqa bir şey danışmaq istəyirəm. Yəni, həyatımızda transformasiya prosesinin daha sürətli şəkildə getməsi üçün, transformasiya prosesinin daha sürətli bir şəkildə baş verməsi üçün, həyatımızın daha tez bir şəkildə, tez bir zamanda dəyişməsi üçün biz tətikləndiyimiz duyğuları daha tez tapmağa çalışmalıyıq. Və bunun üçün mən sizə bir ipucu verəcəm. Bugünə qədər, əgər kitab oxuyur və sadəcə keçirsiniz, ya da film izləyir, serial izləyir, sadəcə keçirsinizsə, bütün bunları qırağa qoyun. Mən sizə indi danışacağım üsulla siz başlayın kitab və filmləri izləməyə. Bilirsiniz ki, bir kitabı hər kəs oxuya bilər, minlərlə, 10 minlərlə insan oxuya bilər, amma o kitab haqqında insanların müşahidələri, gəldiyi qənaətlər, gəldiyi yadda qaldığı hissələr tamamilə fərqli olur hər kəsdə. Bəs heç düşünürsünüz bu niyə belə olur? Niyə hər kəs bir kitabın bir hissəsini bəyənir və həmin hissə imanına onun daha çox xoşuna gəlir və o haqda daha çox danışır? Bunun səbəbi
Bizim həmin o hissələrdə daha çox tətiklənməyimiz və özümüzə aid bir parçaları həmin o hissələrdə tapmağımızdır. Buna görə də sadəcə bundan sonra oxuduğunuz hər kitabı müşahidə etmənizi istəyirəm. Görün harada sizin daha çox diqqətinizi çəkdi. Görün harada daha çox siz tətikləndiniz, daha çox harada emosional olaraq yüksəliş yaşadınız. Daha çox hansı hissələr sizin yadınızda qaldı və sizi daha çox özünə çəkdi belə deyək. Bir kitabın bir hissəsi olur, sizi daha çox yadınızda qalır, çox təsir edir. Mənim məsələn yadımdadır ki, Səhra Çiçəyi kitabı çox təsir eləmişdi. Onun Səhra Çiçəyində qızın sünnət hissəsi var idi. Və qadınlıqla bağlı o hissə mənə çox böyük təsir qoymuşdu və hələ də ağlıma mənə travmatik hissə kimi gəldiyində bir kitabın, məhz həmin o kitabın o hissəsi yadıma düşür ki, mənə daha çox təsir edən o hissə idi. Ona görə də həyatınızda izlədiyiniz filmlərdə də eyni ilə izlədiyiniz hər filmdə axtarın. Hara sizə təsir eləyir? Harada yüksəliş yaşarsınız? Harada tətiklənirsiniz? Və məhz həmin o hissələr sizin şəfalanmanızı, transformasiyanızı sürətləndirəcək hissələrdir. Həmin o hissələri tapandan sonra özünüzdə bununla bağlı suallar verin. Mən nəyə görə burada tətikləndim, mənə nəyi xatırladır, hansı duyğu və hissləri keçirdim və bu suallar əsasında gedin öz terapevtinizə müraciət edin. Onunla birlikdə bu hissələri mütləq işləyin və şəfalandırın inşallah. Görəcəksiniz ki, artıq kitab oxumaq sizin üçün sadəcə kitab oxumaq deyil, film izləmək sizin üçün sadəcə film izləmək deyil. Artıq siz həyatınızın müşahidəçi hissəsinə keçirsiniz. Və kitablarda və filmlərdə bu müşahidəçi hissəsinə keçid etdikdən sonra başlayırsınız öz həyatınızda da müşahidəçi qisminə keçməyə. Ondan sonra isə artıq həyatda öz axışında baş verir. Müşahidə edirsiniz, həyatı analiz edirsiniz, həyatı izləyirsiniz, harda geri çəkirsiniz, harda yüksəlirsiniz, harda hansı emosiyalar yaşarsınız. Və bundan sonra artıq həyat öz-özünə axır və siz şəfalanırsınız. Sadəcə həyatınızın müşahidəçisi olun.